Burada Həzrəti Fatimənin dünyadan köçməsi deyil məsələ. Burada Həzrəti Fatimənin amansızcasına şəhid edilməsidir məsələ. Bilirsiniz, Peyğəmbərin vəfatı zamanında əslində başladı bəzi proseslər və bunlar davamlı şəkildə davam etdi və Peyğəmbər vəfatından sonra İmam Əli əleyhissalamın haqqı qəsb olundu. Bunlar necə baş verdi? Əslində Peyğəmbər hələ dünyadan köçməmişdi. İmam Əli əleyhissalamı öz vəlisi olaraq insanlara tanıtdırmışdı və hər kəsə demişdi ki, məndən sonra Əli sizin vəlinizdir, ona itayət edin. Hətta Qədirxum hadisəsi çox məşhur və tarixi bir hadisədir. Bütün məzhəblərdə qeyd olunub və Qədirxumda olan o hadisəni hətta bütün sahabələr gəlir, İmam Əli əleyhissalamı təbrik edir və hər kəs bilir ki, Peyğəmbərin vəfatından sonra İslam ümmətinin vəlisi, xəlifəsi məhz İmam Əli əleyhissalamdır. Amma təəssüflər olsun ki, Peyğəmbər dünyadan köçəndə yenə də bunu bir daha da müsəlmanların diqqətinə çatdırmaq istəyir. Çünki Peyğəmbər də o insanlardan nigaran idi. Amma icazə vermirlər. Peyğəmbər xəstə yatağında olarkən o sayıqlayır, nəuzubillah deyirlər Peyğəmbər üçün və Peyğəmbərə icazə vermirlər ki, bir daha da bunu müsəlmanlara çatdırsın. Və Peyğəmbər dünyadan köçür, hələ onun dəfn işləri ilə məşğul olunarkən digər insanlar kənarda xəlifə seçmək işləri ilə məşğul idilər. Onlar artıq özlərini düşünürdülər. Peyğəmbərə olan itayət, Peyğəmbərin gözünün yumması ilə artıq bitmişdi. Bəli, öz aralarında xəlifə seçildi və bu xəlifə seçilməyi ilə Əli əleyhissalamın haqqı qəsb olundu. Həzrəti Əlinin haqqının qəsb olunmasını və bu ədalətsizliyi Mədinə cəmaatına çatdıran ilk şəxs elə xanım Fatimə Zəhra salamullahi əleyha idi. Keçən verilişimizdə belə dedik ki, Həzrəti Fatiməni etinasızlıq öldürdü. Həzrəti Fatimənin şəhid olmasına səbəb müsəlmanların etinasızlığıdır. Bu həqiqətən də belədir. İnsanlarda bəsirət gözünün olmaması idi Həzrəti Fatimənin öldürülməsinə səbəb. Çünki xanım Fatimə Zəhra Həzrəti Əliyə olan o haqsızlığı müsəlmanlara çatdırmağa çalışırdı. Tarix yazır. Həzrəti Fatimə Mədinə küçələrinə gedərdi, bir-bir qapıları döyər, həqiqətləri insanlara çatdırmağa çalışardı. Müsəlmanlar onu dinləyər və belə deyərdilər, burada nə var ki? Nə baş verib ki? Nə haqsızlıq olub ki? Əli xəlifə olmasın, başqası olsun. Nə olacaq ki bununla? Nə hadisə baş verəcək? Bax, bu tam olaraq etinasızlığın özüdür. Müsəlmanlar ilk öncə Peyğəmbərin sözünə etinasız yanaşdılar. Axı Peyğəmbər sağlığında Əlinin xəlifə olacağını, Əlinin müsəlmanlar üçün başçı və rəhbər olacağını demişdi. İlk öncə Peyğəmbərin sözünə etinasız yanaşdılar və daha sonra xanım Fatimə Zəhranın yaşadığı zülmə etinasızlıq etdilər.